Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Dişlərimi pulsuz düzəltdirmişdim. Pis idi. Gedib pul verib düzəltdirdim. Hələ də borcum qalıb. Ödənişsiz heç nə yaxşı alınmır. Bu sözləri rəqqasə Fatimə Fətəliyeva El canlı verilişində deyib. Sənətçi stomatoloqla yaşadığı problemdən danışıb. Fatimə daha sonra Çin səfəri zamanı başına gələn hadisəni bölüşüb. O vaxt həyat yoldaşım Ədliyyə Nazirliyində çalışırdı. Çində idik, təyyarəyə gecikdik. Qapılar bağlanmışdı. Qaçdıq, getdik. Yoldaşım çiyinlərinə vurur ki, paqonlarım var, buraxın. Deyirəm sənin vəzifən burada keçmir.